Deməli, bu Əsa kamançadır. Bizim elimizin gözəl sənətkarı Habil müəllim, Habil Şahinoğlu. Bunu öz adaşı üçün, Habil Əliyev üçün sağlığında düzəltmişdi. Mən də apardım, verdim ona. Space-də tədbir var idi. Allah rəhmət eləsin Habil müəllim. Sonra bu yaxınlarda fikirləşdim ki, mənim bu qədər alətim var. Mənim özümdə niyə olmaz? Evdə qocalmışam, 70-ə yaxın yaşım var. Mənim özümdə də olmalı axı. Zəng elədim, xahiş elədim. İndi xəbər elədiniz ki, hazırda. Çox sağ ol, çox təşəkkür edirəm. Bizi kadrə kim alır? Bizə kadrı Ruslan müəllim. Ruslan müəllim. Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Allah qoysa. Diplomun da alsın, ardınca doçent, professor. İnşallah. Çox, bilirsən necədir? Mən xoşum gəlmir. Belə gəlişi gözəl sözlər deyim. Bu kişi əziyyət çəkib və öz istədiyi bu işinin hər bir şeyini hardan sual versin, deyir ki, filan şey belədir, filan şey belədir. Belə alimlər az olur. Təşəkkür Sənə ederim. də Allah can sağlığı versin. Bu böyük bir sizə qarşı bir hədiyyə yaptım. Bir səsini də çıxardım. Bunun simçoku, biz adi simçokla çalmaq olardı. Bunlar yorulur ki, aşırıdır, Bəli, köklənmək üçün də. Açar deyək, Bəli, qanunda olduğu kimi. Bəli. Qanunda biraz şeydir, uzun soldur, biraz başqa cür, tip o variant. O dişə oxşayır da. Ona görə deyirlər 72 dişi var. Elə bir tapmaca var. Deyir, Əzizin həm işi var, səsində keçmişi var. O hansı alətdir ki, 72 dişi var. Həmin bizim o qanun alətimizin başqa qanunlardan, ərəblərdə, türklərdə 75'dir. Amma bizimkilər də indi son zamanlar düz eləyirlər, 75. Onda gəlib babalarımız tapmacanı da Dəyişər. O hansı alətdir ki, 75 dişi var. Bəli, Allah sizə ömür versin. Allah sizə can sağ versin. Çox sağ olun. Dəyərli vaxtınızı ayırdınız. Heç bir əziyyət yox.